Sadəcə izahat üçün çağırıblar. Vəkilsiz də getmək olar? Yox, qətiyyən olmaz. Niyə? 1. Hüquq mühafizə orqanları istənilən izahatı dəlil kimi istifadə edə bilər. 2. Sizin dediyiniz bir cümlə cinayət işinin başlanması üçün əsas ola bilər. 3. Siz şahid kimi çağrılsanız belə, istintaqın gedişində əvvəlcə şübhəli şəxsə, sonra isə təqsirləndirilən şəxsə çevrilə bilərsiniz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 90-cı maddəsinə əsasən şübhəli şəxsin tutulduğu andan, 91-ci maddəyə əsasən isə təqsirləndirilən şəxsin həbsə alındığı və ya ona ittiham elan olduğu andan müdafiəçiyə, yəni vəkilə malik olmaq hüququ vardır. Hətta siz şahid qismində dindirilsəniz belə, sizin verdiyiniz ifadə sonradan sizin əleyhinizə dəlil kimi istifadə oluna bilər. Bu zaman sizə Cinayət Məcəlləsinin 297-ci maddəsi, yəni bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət maddəsi tətbiq oluna bilər. Həmin maddəyə görə məhkəmədə və ya ibtidai istintaqda zərər çəkmiş şahid tərəfindən yalan ifadə vermə, 1000 manatdan 2000 manatadək məbləğdə cərimə, 320 saatdan 480 saatadək ictimai işlər, 1 ildən 2 ilədək müddətdə islah işləri, 1 ilədək azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətdə azadlıqdan məhrum etməklə cəzalandırılır. Yəni, hüquq mühafizə orqanına çağırıldıqda izahat, dindirmə, şahidlik fərq etməz, öncə vəkilinizlə məsləhətləşin. Çünki bəzən sadəcə bir izahat cinayət işinin başlanmasında əsas sübuta çevrilə bilər.